alimlər deyirlər ki, Ramazana hazırlaşmağın 4 usulu var. Bu hazırlaşmağı keçsək və Ramazanla, orucla bağlı bəzi əhkamlara toxunacağıq. Deməli, 4 dənə usul var, əsas var. Birinci hansıdır? Birinci əsas dua əsasıdır. Dua. Bu dua əsası da 3 yerə bölünür özü. Diqqət edək, tez-tez təkrarlayaq ki, hətta zehinlərdə qalsın ki, əməl etmək asan olsun. Birinci dua nə idi? Əsası. Yəni, müsəlman Ramazan üçün dua etməlidir. Bu da 3 qismdir. Birinci odur ki, Ramazana yetişmək üçün dua etmək. Ramazana yetişmək üçün dua etmək. Yəni, hər bir müsəlman dua etməlidir ki, Allahım, məni Ramazana yetişdir. Diqqətli ol. Hər bir müsəlman dua etməlidir ki, Allahım, Rəbbim məni Ramazana yetişdir. Və biz bilirik ki, bu Ramazana yetişmək böyük bir neymətdir. Allahdan bir bəxşişdir. Keçən il qardaşlarımızdan var idi ki, artıq bu ilin Ramazanına yetişmədilər. Allahın rəhmətinə getdilər. Vəfat etdilər. Və həris olmaq lazım ki, Allah bizi yetişdirsin.